Bazar ertəsidə bugün çox maraqlı bir mövzumuz var. Əgər həyat yoldaşı digər ölkəyə işləməyə gedərsə, onun xanımı da işini gücünü atıb onunla bərabər getməlidirmi, yoxsa elə Bakıda oturub onun yolunu mu gözləməlidir? Bugünkü mövzumuz belədir. Deyəcəyiniz varsa, eşidəcəyiniz də var təbii ki. 560-68 sizin üçündür, zəng vurun və bizə qoşulun. Anonsu izləyək, daha sonra buradayıq. Həyat yoldaşı xaricə gedərsə, xanımı da onunla birlikdə işini atıb getməlimi? Əntiqə xanımın anası bu məqamda necə davrandı? Mən o barədə atamı qınamıram. O olmasın bu olsun filminin sərvəri Arif Mirzəquliyevin qızı Teyyubə hönkür-hönkür ağladı. Boşluq qalıb birəydi. Onun acı taleyi sizi dəhşətə gətirəcək. Beləsini nə gördünüz, nə eşitdiniz? Az sonra düzünü desək də. Bəli, az sonra izləyəcəksiniz. Çox sevimli bir aktyorun qızı hönkür-hönkür ağladı. Dəhşətə gələcəksiniz. Niyə o ağlayırdı ki? Əslində bir tərəfdən atasının yoxluğu, digər tərəfdən də başqa bir çətinlik onu hönkür-hönkür ağlamağa vadar etdi. Birazdan izləyəcəksiniz və digər bizim qəhrəman xanımımız da Gəncədə yaşayır və Gəncə sakinidir. Çox maraqlı bir həyat hekayəsi var. Bugün izləyəcəksiniz. Odur ki, istəyərdim ki, hazırda qonaqlarımızı sizə təqdim edim. Daha sonra anonsa bir də nəzər salacağıq. İlk olaraq, şairə Xuraman Vəfa. Respublikanın əməkdar artisti Almaz Ələsgərova. Hər zaman gülür bu xanım, hər zaman. Psixoloq Babək Bayramov. Xoş gördük sizi, ilk dəfədir. Elcan Məmmədov, ATV kanalının əməkdaşı, Qonaq Gəl Bizə layihəsinin rəhbəri, xoş gördük. Və müğənni Elşad Qarayev, Rəvan Qarayevin atası. Anonsu bir daha izləyək mi? Daha sonra buradayıq. Həyat yoldaşı xaricə gedərsə, xanımı da onunla birlikdə işini atıb getməlimi? Əntiqə xanımın anası bu məqamda necə davrandı? Mən o barədə atamı qınamıram. O olmasın bu olsun filminin sərvəri Arif Mirzəquliyevin qızı Teyyubə hönkür-hönkür ağladı. Boşluq qalıb birəydi. Onun acı taleyi sizi dəhşətə gətirəcək. Beləsini nə gördünüz, nə eşitdiniz? Az sonra düzünü desək də. Bəli, az sonra izləyəcəksiniz və ilk sualımı ünvanlamaq istəyirəm hər kəsə. Necə düşünürsünüz? Əgər həyat yoldaşı xaricə işləməyə gedirsə, xanım onunla bərabər işini atıb getməlidirmi, yoxsa yox? Birinci bəylər mi cavab versin buna? Buyurun. Teşekkür edirəm. Bilirsiniz, ailəyə bir sistem kimi baxdıqda belə bir anlayış var. Sistemdə ünsürlərdən biri çıxarılarsa və yaxud ora biri əlavə verilərsə, sistem əvvəlki kimi işləməz. Yəni, əgər ailə üzvündən biri, ailənin başçısı köçüb gedib xaricdə işləyərsə, o zaman ailə üzvlərinin davranışları dəyişəcək, onun olduğu mühitə görə davranışları dəyişəcək. Xüsusən də ki, ailənin başçısı əgər nizamlama funksiyasını yerinə yetirirsə, uşaqda bir arxayınçılıq olacaq, dərslərinə münasibəti dəyişə bilər, həyat yoldaşının və yaxud da evə gəlib gedən qonaqlıqların sayı azala bilər. Bunun kimi ailənin nizamı əvvəlki kimi işləməyəcək, bu bir mənalı şəkildə belədir. Hətta onu əvəz eləyin, yaxud bir dayı gəlib, bəzən olur, bizim mentalitetdə belə bir şey var ki, gəlir, o olmadığı müddətdə nəzarət funksiyasını yerinə yetirmək üçün üstlənsə də, yenə də həminki kimi işləmir. Çünki həmin ünsürün özü olması lazımdır. O nizamlayıcı sistemin əvvəlki kimi işləməsi lazımdır. Xüsusən burada başqa faktorlar da var. Yəni, hətta başqa yerə köçdükdən sonra ailənin, yəni qadının və kişinin müəyyən dərəcədə təbii ehtiyacları olduqları üçün bu xəyanəti də gətirib çıxarda bilir. Və Yəni, getməlidir sizcə? Ən sonda siz bu suala cavab verin, mütəxəssis olaraq. İstəyərdim ki, Elşad müəllim, necə düşünürsünüz? Mənim o qədər danışdı ki, mən heç bir şey başa düşməyəcəm. Eybi yox, indi birazdan xırdalayarıq. Birazdan da xırdalayarıq. Mənə belə gəlir ki, əgər hardadsa, onun həyat yoldaşı da onun yanında olmalıdır. Əgər həyat yoldaşı işləmirsə, qadın işləmirsə, amma yaxşı olar ki, elə həyat yoldaşı yanında olsa yaxşıdır.
Qısa və konkret. Bəs Elşad müəllim, əgər məsələn həyat yoldaşı deyəndə bəy əgər xaricə səfər Bəli. edirsə, xanım onunla getməlidir. Yaxşı, bəs xanım gedirsə, o zaman o həyat yoldaşı bəy də onunla bərabər getməlidirmi? Yoxsa düşünürsünüz ki, yox. Xanım getməyə ümumiyyətlə mən əleyhinəyəm. Kişi Niyə? getsə o başqa mən. Xanım o necə olur ki? Yox. Bəlkə işi ilə bağlı bir müddət bəli, xaricdə yaşamalı. Olmazmı? Qətiyyəm. Yox, mən belə fikirləşirəm. Mən buna qol çəkə bilmərəm. Salamlayıram bütün tamaşaçıları. Günay səni də salamlayıram. Çox sağ ol Çox sağ ol. dəvətinə görə. Çox sağ ol Və gəldiyinə Mən özümə məxsus tərzdə bu sualı istəyirəm cavab verim. Birincisi, kişinin xanımı həmişə yanında olar. Fərqi yoxdur hardadır. Amma burada bir əmma var. Xatırlayırsansa Bəşir Səfəroğlunun bir obrazı var, deyir biz aya gedirik. Arvad da ona deyir ki biz də gedirik aya. Deyir yox biz əvvəl gedək baxaq orada vəziyyət necədir, sonra siz gələrsiniz. Burada söhbət müvəqqəti və daimi yaşayışdan gedir də səfərdən. Əgər müvəqqətidirsə hesab edirəm ki xanım o əziyyətə qatlaşmamalıdır. Çünki səfər bir qədər əziyyətli olur. Az öncə psixoloqun söylediyi kimi burada adaptasiya dövrü var və s. və ilaxır. Amma daimi bir yaşayış şu nəzərdə tutulubsa bu səfər, yəni tərk edirlərsə vətəni başqa bir yerə yaşamağa gelirlərsə, mütləq şəkildə xanım onun yanında olmalıdır. Qaldı ki, sənin dediyin xanımın tək başına səfər etməsi bu məqbul deyil. Mən bunu qəbul eləmirəm. Ümumiyyətlə xanımın tək başına uzaq bir səfərə çıxması mənim üçün yol verilməzdir. Yox, tək başına deyil də. Yəni siz ailəlisiniz, düzdür? Həyat yoldaşınız çalışırmı? Xeyr, Evdar xanım. Evdar xanımdır. Tutalım ki, çalışır, rəssamdır, xaricdə nə bilim bir sərgiyə bir əsərlər mi hazırlamalıdır orada? Bilmirəm ki, nə ilənsə bağlı axırı bir müddət, 1 il, 2 il xaricdə yaşamalıdır, hansısa ölkədə. O zaman Elcan hansı addım atar? Elcan xanım o peşəni seçə bilməz ən azından. Çünki mənim baxışım ola bilsin bir qədər klassikdir. Klassikcəsinə də düşünürəm ki, evi kişi dolandırır. Amma o peşəni seçə bilməz, ya da rəssamlıq gözəl bir xanımın peşədir. hər hansı bir istəyi varsa, bir bacarığı, bir istedadı, bir sənəti varsa və bu yolu seçibsə, öncədən də bu razılaşdırılıbsa əgər kişi ilə, bu halda mən hesab edirəm ki, kişi mütləq onu müşahidə etməlidir. Mütləq şəkildə. Niyə belə bu qədər belə mühafizəkar, sərt şəkildə danışırlar ki? Mən də elə fikirləşirəm. Olmaz, Almaz xanım, siz xanımları müdafiə eləməlisiniz. Yox, mən də fikirləşirəm. Ona görə də bax görürsüz ki, mənim indi yoldaşım yoxdur. Bir saniyə, Almaz xanım. Amma dinləyək daha sonra. Bax indi mənim yoldaşım yoxdur, amma mənim yoldaşım olsaydı mənim nə var idi ki, başqa şəhərə gedim toya, ya başqa şəhərə gedim qastrola. Yəni mənim yoldaşım olsaydı mən heç vaxt ona Almaz heç xanım. özüm imza atmazdım. Almaz xanım, indi yoldaşı olan müğənnilər də var da. Niyə elə deyirsən ki? İndi sənin yoldaşın yoxdur. Bilmirəm. Amma yoldaşı olan Mən xanım getməz. müğənnilər tanıyıram ki, aylarla gedir. Məsələn, toya gedir, konsertə gedir. Aylarla mən qəbul Ay olmasın 20 gün olsun. Mən qəbul eləmirəm bunu. Mən getmərəm. Mən getmərəm. Ay, Mən sağ ol. Almaz getmərəm. Bu da bizim adamdır. Yaxşı, bəs Çünki bilirsiniz niyə görə? Bəli. Nə olursa olsun, nə qədər orada düzgünlüklər olsun, nə qədər orada özü bir-birinə etibar olsun, o mütləq gəlir və o söhbət evdə şişir. Və nəsə bu iki cütlük arasında, iki bu qadın kişi arasında nəsə bir söz çıxır ortaya. hardansa vurub üzə çıxardır. Hardansa. Almaz xanım, tutalım ki, siz evlisiniz, həyat yoldaşınız işi ilə bağlı olaraq xarici ölkəyə səfər edir. Sizin də bəlli bir özünüz üçün imiciniz var, tamaşaçılar tərəfindən sevilirsiniz. Burada tutalım ki, çörəyinizi burada qazanırsınız. O zaman sizin qərarınız nə olar? 2 il, 3 il xaricə mi gedərsiniz ara verib, yoxsa orada, siz burada? Vallahi Amma səmimi söyləyin, mən yəni. deyirəm, mənim normaldır indi həyat yoldaşım olsaydı, mən elə onun dediyi ilə oturub durardım. Çünki mənim balalarım var. Sabahlarım mən istəməzdim ki, mənim uşaqlarım atasız qalsın biri üzündən. Yəni mənim həyatım ailə yaşadığım vaxt çox az müddət olub, 4 il. Bəli. O da biraz ailə o nöqteyi nəzərdən olmayıb, mənim ailəm dağılıb, başqa bir şeydən dağılıb. Amma mən Almaz olaraq istəməzdim ki, mənim yoldaşım necə deyərlər, məhz bu söhbətlərə görə mən ayrılım ondan. Bu, yəni cüzi söhbətlərə görə də. Yəni ki, sən getdin, mən də getməliyəm səndən. Mütləq sən hara getdin, mən səninlə quyruq olmalıyam. Yəni bu heç qadına da yaraşan iş deyil. Kişi getməlidir. Həm də etibar İşte, olmalıdır. əlbəttə. Gedərdinizmi Almaz xanım? Bəli, mütləq. Gedərdinizmi? Siz kişi elə bir
Varlıqdır ki. varlıqdır ki. Bəli. Onu yəni kişiyə hər şey yaraşa bilər. Hər şey. Hər şey yaraşdırıram. Amma Hay Allah, Almaz onu xanım dəyişirsiniz bu layiqincə tərəfə. Düzdür. Almaz xanım, gəlin. onu layiqincə Zəhmət olmasa, mən psixoloqdan bu tərəfə keçməyi xahiş edirəm. Amma- Yerinizi dəyişin. Almaz xanım, siz bura gəlin. Çünki siz, Almaz xanım, gəlin, dəyişin yerinizi. Çünki artıq başqa çarə yoxdur. Bəli. Mən doğrudan belə yəni maska ilə danışmıram. Mən bunu doğrudan da belə qəbul edirəm. Mən öz qızlarıma da deyirəm ki, sabah həyat yoldaşınızın sözünü iki eləməyin. Amma əlbəttə ki, onlar başa düşməlidir. O həyat yoldaşı da başa düşməlidir bunu. Yəni dəyərləndirməlidir bunu. Yəni ki, mən belə bir şey, mən belə görmüşəm. Ana atamdan belə görmüşəm. Almaz xanım, siz indi bayaqları bir fikir dediniz. Dediniz, mənim əgər həyat yoldaşım olsaydı, çoxmu istəyərdiniz həyat yoldaşınız olsun? Çoxmu istəyərdiniz Almaz xanım? O vaxt istəyərdim, indi yox. İndi tamam fikirləşmirəm Yox, heç Almaz həyat xanım yoldaşım. qorxub nədənsə. Bax, ilk evlilik həyatındakı o uğursuzluqdan sonra, amma Bəli. ürəyindən keçir, hiss edirsiniz də danışdığından. keçir. Qəlbindən Yox, keçir. Bəli. Elcan, mən bir fikir Yox, söyleyeyim vallahi ki, yox. mənə elə gəlir ki, əslində həyat yoldaşının da, ailənin də qədrini, ailəsi, məsələn, həyat yoldaşı olmayan insanlar daha bilirdi. Yəni, onlar düşünür ki, keşke belə olsaydı, belə olardı. Amma bir insanın varlığı yanındadırsa, o zaman insan elə belə onun dərinliyinə varmır. Yəni, adi həyat kimi yaşayır. Amma onu itirdiyi zaman daha çox dəyərli olduğunu hiss edir. Məsələ bundadır ki, mən özümə həm qadınam, həm kişi barədə özüm qazanıram, uşaqlarımı dolandırıram, Bəli. özüm dolanıram. Amma indi ona görə mən fikirləşmirəm bu şeyləri. Bəlkə də məndə indi heç nəyə qadir olmasaydım, əlbəttə ki, evə lazım idi, bir arxa olmalı idi evdə, bir dayaq olmalı idi evdə. Ona görə bəlkə də mən bunu fikirləşmirəm. Amma Günay, ən güclü xanımın belə yanında bir kişiyə ehtiyacı var. Əlbəttə ki. Ən güclü xanımın. Yəni, Tanrı hər kəsi cüt yaradıb, hər kəsin bir tərəfi var mütləq. Mən də əvvəlcə salamlayıram bizim tamaşaçılarımızı və söhbəti dəyişmək fikrində deyiləm, amma sadəcə öz fikirlərimi demək istəyirəm ki, ümumiyyətlə qadın və yaxud kişi sənətdən getmir söhbət, həyatdan gedir söhbət. Bu günləri o qədər ziyalı xanımlarımız var ki bizim, onlar məcburdular xaricə getməyə, hansısa bir səfərlərə getməyə, iş görüşmələri eləməyə. Mən buna normal baxıram. Yəni burada elə bir şey yoxdur ki, o qadın, mən tutaq ki, bir sahəni tutmuşam və burada hansısa bir, tutaq ki, dövləti təmsil edirəm və yaxud hansısa bir işi təmsil edirəm. Mənim orada iştirakım vacibdir. Bəlkə mənim həyat yoldaşım ola bilsin ki, hal-hazırda evdə deyil və yaxud o da hansısa bir səfərdədir. Mən ona ancaq sadəcə icazə ala bilərəm, deyə bilərəm ki, mən filan tarixdə, filan yerə məcbur getməliyim. Birincisi, bilirsiniz nədən asılıdır? Elə etmək lazımdır ki, insanın yanında olmaqdan qəlbində olmaq daha vacibdir. Məni yanında diplomat kimi aparmaqdansa, məni qəlbində aparmağı, etibar etməyi, hörmət etməyi daha vacibdir mənim üçün. Qəribə, bax. Bilirsiniz, doğrudan da çox... Bu dəqiqə mənim hal-hazırda mənim yoldaşım Yaponiyadadır. Məsəl üçün, dünənləri mən onu yola saldım, getdi. Nə qədər müddətə qayıdacaq? Bir həftəyə gələcək məsəl üçün. Mən indi bu bir həftə ki, mən ona durum deyim ki, mən də onunla, necə deyim ki, yorğunluğu onun yolu var, işi var, hansısa görüşmələri var, iş yeməyə getməyi var. Onları mən onların yanında artıq hesab eləyərəm özümü. Elə bir ki, o işə müayinəçilik törədim və yaxud gedib hansısa bir otelin küncündə gözləmək ki, haçan o axşam gələcək, mənimlə harasa gedəcək. Bunları mən sevməzdim. Amma bir də var ki, məsəl üçün ailəvi olaraq, Almaz xanım yaxşı bilir bizim ailəni. Biz məsəl üçün ailəvi olaraq mənim yoldaşım həddən artıq ailəyə dəyər verən insandır və bizim istirahət vaxtımızı bugün gedib istirahət edərsə o 2-3 həftədən sonra vaxt tapıb bizi də mütləq harasa aparacaq, bir həftə, 3 gün, 5 gün şəhərdən kənara ki, biz də istirahət edək. Yəni o bizi qoymayacaq ki, biz onun yoxluğunu hiss eləyək, orada bayaqları yaxşı bir söz istifadə etdiniz, başqa söhbətlər dediniz, mən o ifadəni istifadə etmək istəmirəm, işlətmək istəmirəm, amma ortada, ürəkdə açar deyirlər, qıfıl deyirlər. Qəlbdən qəlbə qıfıl varsa, açar varsa. Orada nə xəyanətə yer var, nə orada başqa artıq əksik söhbətə yer var. Qadın da işini görməlidir, kişi də öz işini görməlidir. Bu mənim baxışımdır və mən getməsində normal baxıram, evdə qalmasına da. Yetər ki, onun mənə qarşı sevgisi qəlbində olsun, mənim də etibarım ona olsun. Etibarı qazanmaqdan bir həftəyə qayıdacaq. Bir ilə qayıtsaydı, o zaman... Yox, bir ilə qayıtsaydı, məsəl üçün, mənim yoldaşım dediyim kimi yenə də başqa dövlətdə iş qurub, o mənə dedi ki, əgər uzun müddət qalmalı olsam, səni də aparacağım yanımda. Yəni,
Budur. Hə mənə dedi ki, uzun müddət qalmalı olsam bir yerdə gedəcək. Sən orada özünü necə hiss edəcəksən? Məsəl üçün bilir də mən cəmiyyətdə olanasam. Mən də ona dedim ki, əgər olarsa, elə bir hal olmuş olarsa, sən o qərarı verərsənsə mən səndən gedərəm. Siz xanım, əladır, bu yaxşı fikirdə. Siz dediniz ki, sizin yoldaşınız gedib də, söhbət sizdən gedir. Əgər siz geçsiydiniz, 2 illik və yaxud 3 illik, siz yoldaşınız bura necə baxardı? Ondan söhbət. Yox, 2 illik söhbəti gedə bilməz ailədə. 2 illik, 3 illik söhbəti gedə bilməz. Yox. 2 illik artıq onda ailə olmur, bilirsiniz? O artıq ailədən çıxır. Biz onu deyirik. Biz sadəcə 1 aylıq gedə bilər. 1 aylıq əgər mənim yoldaşım gedərsə, əgər işinin planına baxar da, o uyğundursa işinin planını, mənə də vaxt ayıra biləcəksə orada, təbii ki, mən də gedərəm onunla. Amma yox, əgər o qaçaqovduyla gedəcəksə ora, gedib tez-tələsik işlərini görəcəksə, mən də yorulacam, o da yorulacaq, o istirahət. Yaxşı, Xuraman xanım, bəs siz özünüz tək-tənha harasa getməyə, uşaqlar da getmir, heç kim getmir, yoldaşınız da Amma mən sizə bir şey deyim, tutaq ki, mən hansısa bir işi öhdəmə götürmüşəmsə, mən hələ bu vaxtacan olmayıb, sən bilirsən də bizdə məsəl üçün çıxmamışam. Amma bu günləri tutaq ki, vəzifə icabı olaraq, əgər mən hansısa bir işi öhdəmə götürmüşəmsə, bir həftəlik, 5 günlük, 10 günlük harasa getməliyəmsə, təbii ki, gedərəm. Ona mənim yoldaşım Mesela tutalım ki orada böyük miqdarda bir qonorar var. Tutalım ki yarım milyonluq dollar hansısa bir işin müqabilində sizi yarım milyon dollarlıq bir mükafat gözləyir. Bax nə edərdiniz? Onda elə yoldaşım özü də mənimlə gedər. Yarın sıfırlar. Çünki bu günləri bütün hamısı xarici səfərlər də, hamısı evdən çıxmalar da, ezamiyyələr də, hamısı bilirsiniz ki, maddiyyat üzərində qurulur. Ona görə gedirlər evdən. Doğru mu? Qazanc da alacaq, hansısa bir kontraktı bağlamaq üçün, hansısa bir iş görmək üçün. Hər zaman belə olur. Yəni ailə başçısı çörək də alacaq, harasa gedir. Buna da ailənin xanımı əvvəlcə hörmətlə yanaşmalıdır. Çünki o nə edirsə onun üçün edir. Nə qazanırsa onun üçün gətirir. Üzr istəyirəm. İkincisi sevgi əgər əksinə mənə elə gəlir ki, o kişi gedib gələndən sonra daha da sevgi insanda güclü olur. O həsrəti hiss edirsən. Məhəbbət gözləmir. 10 gün kişi Bəs mən ona görə dedim ki, mənim qəlbində aparmağını tərcih edərəm, yanımda olub qəlbində kimisə aparmaq. Yox. Baxın, burada indi qısa müddətli səfərlə uzun müddətli səfərin çox böyük fərqlərini qoydunuz ortaya. Çox gözəl bir analizdir bu. Eyni zamanda işin içərisində sonra Günay xanım özü də işin içərisində çox böyük bir maraqlar, yaxud ehtiyaclar önə çıxanda davranışların dəyişməsini göstərdi. Təbii ki, əgər sonunda böyük bir mükafat varsa, onun həlli üçün mütləq bir yol tapılacaq. Bəli. Və insanlar bunu birləşərək həll eləməyə çalışacaqlar. Fərziyədir, o söhbətlər fərziyədir. Yaxşı, mən tərcümə eləyərəm sizə. Bəli, eşitməm, tərcümə. Mən də bu məsələdə Amma psixoloqumuz fikrini bitirsin. Fikrimi axıra kimi bildirmək istəyirəm. Yəni, bildiyiniz, hamımız eyni gəminin sərnişinləriyik. Ayrı yerlərdə də olsaq, eyni cəmiyyətdə böyümüşük, deyilmi? Yəni, əsrlər boyu kişi patriarxallığı deyilən bir sistemdə yaşamışıq. Yəni, kişilərin hakim olduğu bir sistemdə 20-ci əsrdən başlayaraq qadın-kişi bərabərliyi, bərabər hüquqluğu məsələsi artıq yayılmağa başladı. Bu günlərdəki bunun üzərində təkcə Azərbaycanda deyil, bütün dünyada iş gedir bundan əlaqədar. Bugün işləyən qadın obrazı və yaxud da ki, qadın davranışlarının əvvəlki dövrlərə nisbətən kəskin surətdə dəyişilməsi, qadınların idarə etməyə gəlməsi, biznesdə irəliləməsi, işgüzarlığın artırılması bu anlayışları dəyişməyə başlayır. Ancaq buna baxmayaraq əsrlər boyu, yəni kişilərin hakim olduğu bir zaman olduğu üçün bu günləri ailələrdən ailələrə, nəsillərdən nəsillərə, yəni kişi əsasdır deyilən bir fikir var və bunu da ki ailələrdə insanlara öyrədirlər. Elə deyilmi? Yəni nə Amma qədər öyrətməsələr də belədir. Yəni əslində insanın quruluşundan artıq bu asılıdır ki, bəylər daha güclüdür. Yəni üstünlüyü onlar təşkil edir. Yəni bu mağara dövründən bu şəkildə gəlib ki, kişi gedirdi, ov eləyirdi, nə bilim bir şeylər əldə eləyirdi. Sizin dediyinizə qüvvət. Elə bu günlərdə əgər ata hakimiyyəti
cəmiyyətdən gedirsələr, Roma hüququnda deyilir ki, bir zamanlar o dövrlərdə neçə əsrlər bundan qabaq ana hakimiyyət olub. Ondan sonra ata hakimiyyət gəlib. Doğrudurmu? Yəni bu günləri qadının güclənməsi, bu günləri qadının cəmiyyətdə özünü formalaşdırması, bunun qanında var ki, bu günləri o bacarığa sahibdir. Bu günləri görürsüz ki, bugün sabah dünyanın harasına baxırsansa baş nazirlər var, vəzifəli Aydın, bu qədər dərinə getməyək. Üzr istəyirəm. 510-60-68-i sizə xatırlatmaq istəyirəm. Dəyərli dostlar, zəng vurun və bizə qoşulun. Buyur. Mən məsələlər belə deyək ki, böyüdükcə, Məsələ çıxdı, bəli. Qloballaşdıqca mən deyəsən monoloqum da bir balaca genişlənir, amma mən qısa şəkildə çalışacağam ki, cavab verim. Əvvəla qaydaq mövzunun üzərinə. Mövzu bu idi ki, burada qısqanclıq və inamsızlıq varsa, dəxli yoxdur. Kişi bir günlük gedir, 5 günlük gedir, 1 aylıq gedir, o olacaq. Və dəxli yoxdur. Kişi hətta burada da çalışsa belə, burada da işləsə belə, artıq evinin kəndarından ayağını çölə atdıqda belə xanımda o hissiyat yenə gələcək. Yəni bunun üçün xaricə getməyə ehtiyac yoxdur. Əgər xanımda bu varsa, bu var. Bu da normal bir haldır, amma qısqanclıq da əndazəsində olmalıdır. Qaldı ki, müəllimin dediyi o gender bərabərliyinə yenə də deyirəm, mən mühafizəkaram və düşünürəm ki, nə qədər də bərabər olsa kişi yenə də üstündür. Bilirsinizmi nə üçün? Çünki kişinin üzərində qadının ən böyük haqqı onu təmin eləmək, onu dolandırmaq, onu qorumaq, onu saxlamaq kimi bir məsuliyyət var. Bu səbəbdən bir dərəcə mən kişiləri üstün hesab edirəm. Aydındır. Bax, bayaqları filmdən sitat gətirdiniz. Dediniz ki, bəs filmdə Bəşir Səfəroğlu deyir ki, birinci mən gedim oranı abra salım, sonra gəlib səni də apararam deyə. Bəzən bu abra salmalar biraz başqa səmtə aparır həyatı. Ötən həftə zənglərin birində bir tamaşaçı xanımımız zəngili bağlayırdı. Dedi ki, həyat yoldaşım Rusiya çalışmağa gedirdi. Dedi ki, gəl gedək mənimlə. Mən fikirləşdim ki, əvvəl geçsin orada bir abu-havanı düzəltsin. Yəni, o bax, abur hayan deyəndə ki, evi hardasa harda yaşayacaqlar. Daha sonra uşaqlarla bərabər o da getsin. Amma həyat elə gətirib ki, həyat yoldaşı gedib orada özünə birini tapıb və daha sonra bu Bakıda yaşayan xanımı nə qədər deyir ki, məni də aparmır. Yəni bu araya soyuqluq gətirib çıxardım. Yəni o baxımdan biraz gelib abra salmaq heç də hər zaman uğura gətirib çıxartmır. Bəzən o ayrılmalara da rəvan olur. Qadının özündədir. Kişi sənə deyir, gəl gedək get də. Burada nə var ki? Bəli, haqlısınız İndi bilsiz necədir? Nə deyim bax bu yerdə? Bayaqlar sizin dediyinizə bir qüvvət vermək istəyirəm. Nə qədər də bu bərabərlikdən danışsaq bir şeylər də olsa, yenə fərqliliklər özün göstərməlidir. Bir nəfər oğlan olsun, getsin qızlarla görüşsün, gündə müxtəlif qızlarla görüşsün. Bir örnək deyirəm sadəcə olaraq. Kənardan cəmiyyət onu o qədər də pisləmir. Yəni kefkom oğlandı kimi bir yanaşma sərgiləyənlər də var. Amma qız gedib bunu eləyəndə kefkom qızdı demirlər. Elədirmi? Yəni burada artıq bərabərlik varmı? Deyildi. Yəni tam olaraq nə qədər də qoysaq ortaya, yəni kökdən gələn bir şeylər var. Bu özümüzdə biz bunu göstərir. O ki qaldı, məsələn sizlərin də ümumiyyətlə bizim hamımızın da burada yanaşmamızda tam olaraq bu ənənənin və mentalitetin üzərində dayanır. Ancaq bir məsələ də var ki, mühit dəyişəndə davranış dəyişir. Burada gələndə adi özümüzdən götürək. Buraya gələndə Günay xanım yaxud da ki digərlərimiz davranışlarımız burada başqa cürdür. Evdə tamam başqa cürdür. Dostlar arasında tamam fərqlidir. Başqa bir ölkəyə gedəndə tamam fərqlidir. İzah eləyə bilərəm. Yəni bir kişi getdi, fərqli bir ölkəyə çıxanda orada artıq ailə yoxdur, başqa mühit yoxdur. Dedikdə mühit dəyişdiyi üçün davranışlar dəyişə bilər, yeni tanışlıqlar ortaya çıxa bilər. Ailə ilə bəzən elə olur ki, Rusiyaya, niyə uzağa gedirik ki, Rusiyaya işləməyə gedən nə qədər həmvətənlərimiz var. Bir çoxları orada artıq uzun müddət qalırlar və hətta orada ailə həyatı quranlar da var. Yoxdurmu? Yəni bir tərəfə qalmaq üçün mütləq kağızla da olsa, güya kağızlar. Günay, kişinin burada məramı məqsədi olmalıdır. Birincisi bilmək lazımdır ki, kişi işləməyə gedir, yoxsa gəzməyə gedir. Bəzi kişilər var ki, Rusiyaya gedir, adını qoyur işləməyə gedir, amma əslində gəzməyə gedir. Özünə daha rahat həyat istəyir, məsuliyyətdən qaçır, ailə, uşaq. Siz çox doğru deyirsiniz, ona doğru gedir. Məsələn, elələri də var ki, işləməyə gedir, amma sonra fikir dəyişir. Reklamlara bağlanırıq, daha sonra buradayıq, söhbətimiz davam edəcək. Zəng vurun, bizə qoşulun. Anonsu izləyirik, bir daha sonra buradayıq, davam edəcəyik. Həyat yoldaşı xaricə gedərsə, xanımı da onunla birlikdə işini atıb getməlimi?
Əntiqə xanımın anası bu məqamda necə davrandı? Mən o barədə atamı qınamıram. O olmasın bu olsun filminin sərvəri Arif Mirzəquliyevin qızı Teyyubə hönkür-hönkür ağladı. Boşluq qalıb birəydi. Onun acı taleyi sizi dəhşətə gətirəcək. Beləsini nə gördünüz, nə eşitdiniz. Az sonra düzünü desək də. Az sonra izləyəcəksiniz və xəttimizdə tamaşaçı varmı? Qoşulur. Çox maraqlı zənglərimiz var. Tez-tez qəbul edək. Bəli, davam edək. Hörmətli psixoloqumuz, götürün mikrofonunuzu. Həqiqətən də bu günləri dəyişən və qloballaşan dünyada inteqrasiya var. Yəni insanlar xaricdən işləyirlər, gedirlər, gəlirlər. Aydındır. Bax, mənə söyləyin ki, əslində bax bayaqdan müzakirə edirik ya. Siz psixoloji tərəfini necə vurğulayarsınız? İnsan məsələn həyat yoldaşı gedibsə, xanımı da onunla sizin fikrinizcə getməlidirmi? Getsə daha yaxşı olur. Nəinki xanımı, uşaqları da bərabər ailə bütöv şəkildə getsə daha yaxşıdır. Nə üçün deyirəm? Əgər bu bir nəfər ayrılırsa buradan, dəyər ehtiyacı çoxalır. Yəni kifayət qədər sevgi təmin olunmur. Qırılır. Əlbəttə ki, qırılır sanki, incəlir. Mütləq uşaqlar və ailə öz üzərindəki nəzarətin daha da azaldığını hiss eləyə bilirlər və sistem bir-birini tənzimləyə bilmir. Eyni zamanda kişi xaricdə daha sərbəst hərəkət edib dediyimiz kimi başqa istiqamətlərə gedə bilir. Bunun kimi bir çox psixoloji, hətta ailənin dağılmasına gətirib çıxardan bir çox amillər var. Yaxşı, kişiləri bax, nə qədər müddətə tək başına buraxmaq olar? Tutalım ki, müvəqqəti bir səfərə gedib, onun limiti varmı ki? Məsələn, bir aylıqdırsa tək başına buraxmaq olar, yoxsa bir aylıq da mümkün deyil. Həyat yoldaşı çamadanı hazır saxlasın. Bu adamın özündən asılı. Bir saniyədə gözündən qoymaq olmaz. Kişi də var ki, 100 ildə getsə öz işində olacaq. İnsanlar var ki, bəzi məqamlarda elə ailəsinin içərisində ola da istədiyi, əgər onun təfəkküründə o varsa, düşüncəsində varsa, istədiyi davranışları açıq deməməsi gizlin bir şəkildə eləyəcək zaten. Alo. Yoxsa. Bəli, eşitirirsiniz Səidə xanım. Aha, salam. Salamlayırıq və səs rejissorundan xahiş edirik ki, səsi biraz qaldırsın. Alo. Bəli, eşidirik sizi. Evet ki, mən mövzu ilə bağlı narahat eləyirdim. Narahat eləmirsiniz, xoşdur. Aha, evet ki, mən 2 yaşım olanda anamın yoldaşı, yəni atam demək istəmirəm, anamın yoldaşı Moskvaya gedib. Bəli. Hələ indiyəcən gəlməyib də. Ev ki, mən evləndim. Mən evlənəndən sonra da ev ki, yoldaşım getdi. O da batsın yana Moskvaya getdi. Bircə saniyə. Anamın yoldaşı deyəndə atanız mı, yoxsa başqa bir kişi mi? Yox, atam. Atanız getdi. Bir də qayıtmadı mı? Necə? Yox, hələ indiyəcən də qayıtmıyor. Bir də ki, yoldaşım getdi. Ailə qurandan sonra da həyat yoldaşınız getdi. Ailə qurandan sonra da həyat yoldaşım getdi. O da hələ indiyəcən qayıtmıyor. Neçə ildir gedib həyat yoldaşınız? Harda sonra 3 il, 4 il olar. Bəs niyə, əgər məsələn ailədə bunu görmüşdünüzsə, niyə icazə verirdiniz ki? Yox, yəni o işlə bağlı gəldi. Bizim indi imkanımız yaxşı, evimiz, eşiyimiz, özüm də oxumuşam, yəni. O iş üçün gəlsin, mənim nə işim var ki, o ilə gedim? Bax, görürsünüz, indi tək başına qalmısınız. Yayından ayrılmayın. Bilmirəm, hələ atam getdi, bu getdi, bilmirəm. Əslində mənim ona ehtiyacım yoxdur. Amma ki, bilmirəm ki, bu necə olan şeydir ki, özüm yəni tərbiyəli bilmirəm də, yəni tərbiyəli. Neçə yaşınız var? 22. Amma siz hələ çox balacasınız, ona görə ehtiyacınız yoxdur. Yəni həyat yoldaşına mı ehtiyacınız yoxdur? Yəni yoxdur. Amma olmaz ki belə 3-4 ildə getdi və... Səbəbini bilmək istəyərdim ki, yəni bu nədir ki, atam da gedir, bu hələ bir ki, irsi kimi bir şeydir. Hələ oğlum da ev ki, haradasa bir 6-7 yaş var, o da deyir ki, mən qalmaq istəmirəm, getmək istəyirəm. Oğlunuz da deyir. Neçə yaşı var? 6. 6 yaşı var, o da getmək istəyir. Nə maraqlı. 3-4 ildə həyat